Suda üzən taxta parçasının suyun üzərində qalan hissəsinin həcmi 4 desimetrin kubu olarsa, suyun üzərində qalıbsa, deməli bu batmayan hissənin həcmidir. Yəni yaza bilərik ki, biz burada V batmayan bərabərdir 4-ə. Taxta parçasına təsirin Arximed qüvvəsini hesablayın. Biz bilirik ki, suda üzən cismə təsirin Arximed qüvvəsini biz mg ilə hesablaya bilərik, hansı ki, həmin cismə təsirin ağırlıq qüvvəsinə bərabərdir. Burada mg sim yaza bilərik. Biz bilirik ki, m bərabərdir rho v-dir. Yəni, mən burada cismin kütləsini tapmaq istəyirəmsə, cismin sıxlığını vuraram həcminə və j-də yazsaq, Arximed qüvvəsini tapa bilərəm. İndi gəlin görək, bu cismin həcmini necə tapa bilərik? Əlbəttə ki, biz bilirik ki, V batmayan bölək V cisim bərabərdir. 1 çıxılsın rho cisim bölək rho mayedir. İndi yerinə yaza bilərik. V batmayan 4 desimetrin kubu idi. Onda olacaq 4 bölünsün V cisim bərabərdir 1 çıxaq. Rho cisim suda üzən taxtadır. Deməli, rho cisim 800-dür. Su da mayedir axı. Deməli, rho maye də 1000-dir. Aha. Baxın, sıfırlar getdi ixtisar. 10-da 8. 2 aparanda ixtisar. Məxrəcdə qalır. 5 sürətdə qalır 4. 1-dən də 5, 4 çıxanda olur 5-də 1. Buradan V cisim bərabər olacaq 4 vurulsun 5-ə, yəni 20. Deməli, 20 desimetrin kubu olmuş oldu. Əlbəttə ki, mən burada desimetrin kubundan metrin kubuna keçməliyim. Biz bilirik ki, 1 desimetr bərabərdir 10 santimetrdir. Və həmçinin 1 metrdə 100 santimetrə bərabərdir. Onda gördüyümüz kimi 1 metr 100 santimetrsə neçə desimetr olar? Əlbəttə ki, 10 desimetr olacaq. Aha. Və buradan 1 metrin kubu bərabər olacaq 10-un kubu, yəni 1000 desimetrin kubuna. İndi biz burada desimetrin kubundan metrin kubuna keçiriksə 10 üstü 3-ə bölməliyik. 20-ni də 10 üstü 3-ə böləndə alacağıq 2 vurulsun 10 üzəri mənfi 2 metrin kubu. Cismin həcmini tapdıq. Aha. Gətirib indi bax burada yerinə yazacağım. Onda gəlin yazaq. F Arximed bərabərdir. Rho cisimimiz 800-dür. Vurulsun V cisimə tapdım. 2 vuraq 10 üzəri mənfi 2. J də 10-dur. Baxın, 800-ü 10 üzəri mənfi 2-yə vuranda edəcək 8. 8-i 2-yə vurdum 16. 16 ilə 10-a vuranda da olacaq 160. Doğru cavab oldu C bəndi.